dəsmalda qoyulmuşdu. Onu isə qapıdan kənarda qoyulması lazım idi. Və start səslənir. Oyuna Young Boys komandası baş verən idmançılar Qarabağa bir daha uğurlar arzulayaq və inanaq ki, Qarabağ bu görüşün yekununda bizi layiqli mübarizədən sonra növbəti mərhələ ilə sevindirsin. Öncüsə Reynaldo topladı. Reynaldo və penalti! Penalti! 11 metrlik cəbhə zərbəsi. Qırmızı dəqiqə. Əla başlayır o Qarabağ komandası üçün. Bir dəfə fərqlənə bilər. Bu klublarımızın eyni zamanda 200-cü qolu da ola bilər. İşarə verilir. Richard Almeida. Almeida! Richard Almeida 1-0 Qarabağ öndədir. Richard Almeida. Richard Almeida. Ardıcıl ikinci gol. Cavit Tağıyev. Qarşısında iki futbolçu var. Tağıyev. Quintana. Reynaldo. Reynaldo nə edəcəyini düşündü. Daha sonra ötürmə yenidən Reynaldo'ya. Reynaldo! Topu qapı üstündən vurdu. Bir qədər tələsdi burada. Sol canaha ötürmə. Ansiagolli. Richard Almeida'nı yaxşı gördü. Almeida bir qədər irəliləyir topla. Almeida çox yaxşı ötürmə. Quintana! Olmadı. Sol anda Mbogo topu meydandan çıxarır. Küncdən zərbə olacaq. Təhlükəli futbolçudur. Kubo. Almeida. Tağıyev. Əfran İsmailov tək toxmuş ötürmə. Əla hücum qurula bilər. Əfran İsmailov cimaqla irəliyir. Qarşısında yenə satır var. Quintana. Daha doğrusu Cavit Tağıyevdir. Almeida. Richard Almeida. Yaxşı düşünür. Reynaldo'nun gol vuracağını bir qədər əvvəl görürdük. Və bu da Reynaldo'nun golu. Qarabağ Young Boys xəsarət yetirdi. Bir qədər sonra Reynaldo ilə daxil olacaq. Qarabağ komandası isə küncdən zərbə yerinə yetirir. Quintana, Əfran İsmailov oynadı. Yenidən Quintana topladı. Almeida, Əfran İsmailov istiqamətində. Əfran gol! Əfran İsmailov! 3-0 artıq maçın taleyini həll etdi Qarabağ komandası. Richard Almeida'dan ideal ötürmə və Əfran İsmailov'dan gözəl sonluq. Xatırlatmağa başladı Əfran İsmailov. Mbogo'nun golu isə bugün 3-cü dəfə məhz olur. Bu dəfə Əfran İsmailov'un dəqiq zərbəsindən sonra. Çox gözəl hücum təşkil etdi Qarabağ komandası. Mənə gəlkəndə bu ev tapşırığı idi və golla yekunlaşdı. Hər şey dəqiqliyi ilə tamamlanır. Mənə gəl ki top bəli oyuna daxil edilən kimi maçın baş hakimi final fikrini səsləndirir. Qarabağ yenidən UEFA Avropa Liqasının qrup mərhələsindədir. Bəli, Qarabağ bizim inandığımız Qarabağ yenə hər birimizi sevindirir. Yenə Qarabağ Avropada öz sözünü deməyə çalışacaq. Həqiqətən də bugün Young Boys futbolçular da başa düşürlər ki, Qarabağ komandası onların komandasından daha güclüydü. Bunu onlar da başa düşür və